Salam qızlar, bugün sizinlə birlikdə iki yeni məhsul yoxlayacağıq. İlk olaraq MAC-dən belə bir dodaq qələmi Velvet Teddy rəngidir, gül qurusu rəngindədir. Çox quru deyil, amma çox yağlı da deyil. Bu da 617 nömrəli Velvet Teddy dodaq boyasıdır, pomadasıdır. Yaxşıdır, dodaqda da yaxşı qalır. Əlbəttə ki, transfer olur, amma problem orasıdır ki, dodaqları çox qurudur. Gün sonunda dodaq çat-çat ola bilir. Birinci dodaq qələmini yoxlayırıq. Gördüyünüz kimi belə çox çətin olaraq yayılmır, normaldır, amma çox daha yağlı dodaq karandaşlarım varmı? Bəli, var. Amma dodaqda bütün günü qalır. Həqiqətən çox qalıcıdır bu dodaq qələmi. Amma sadəcə qalıcılığı üçün 30 manat bir qələmə verilərmi? O maraqlıdır. Keçirik Velvet Teddy dodaq boyasına. Yağ kimidir, çox qəşəngdir. Dodaq qələmi ilə arasında biraz ton fərqi var, daha tündür. Dodaqda gün boyu qalır, amma dodağı quruda bilir. Məncə çox qəşəngdir. Sizcə?